Qazax şəhərində yaşayırdım və Qazaxdan gəzmək üçün Bakıya gəlmişdim. Aras supermarketin üzərində elanı gördüm və müraciət etdim. Məni işə götürdülər. Getdim 3 gün balıqçının əl işlərinə baxdım. Xoşuma gəldiyi üçün və mənim ixtisasıma yaxın olduğu üçün özüm Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsini bitirmişəm və sevdiyim bir iş olduğu üçün qərar verdim ki, mən balıqçı olacağam və bu sahə üzrə də irəliləyəcəm. Daha sonra mağazaya gəldim və 8 aydır hal-hazırda bu işi icra edirəm və işimi çox sevirəm və işimin ən böyük üstünlükləri də odur ki, Aras Marketdə həm vəzifə yüksəlişi olur, həm gülərüz kollektivimiz var. Xalam qızı Aras Market şəbəkəsində çalışırdı və mənə buranı xalam qızı məsləhət gördü. Mən də sənədlərimi toplayıb bura verdim, yoxlamadan keçdim və işə başladım. Aras Market karyera yüksəlişi üçün ideal bir məkandır. Necə ki, mən təndirdən başlamışam, bacarığımı göstərmişəm və mənim bacarığımı dəyərləndirib bu vəzifəyə yüksəldiblər. Həqiqətən Aras Market bacarıqlı insanlara dəyər verir. Hal-hazırda Aras supermarket mağazalar şəbəkəsində baş kassir vəzifəsində çalışıram. Bundan 4 il əvvəldə mağazaya kassir olaraq daxil olmuşam. Kassir müddətimi 4 ilə yaxın icra eləmişəm. Ondan sonra məni baş kassir olaraq təyin ediblər. Ailəti qurub analıq məzuniyyətinə çıxmışam və həmin müddət ərzində kollektiv üçün, oradakı xoş münasibət üçün, həmin illərdə işlədiyim xatirələri yada salaraqdan məhz yenidən 4 il sonra Aras supermarket mağazalar şəbəkəsinə baş kassir kimi yenidən qayıtmışam. Müdiriyyət tərəfindən mənə çox dəstək olundu. Müdiriyyətimin mənə göstərdiyi bu dəstək mənim sonraki iş fəaliyyətimə bir təkan verdi. (2023-cü ilin iyun ayında Aras Marketdə südü şöbəsində işçi olaraq işə başlamışam. Və bir il müddətindən sonra qastronom və südü şöbəsinə baş satıcı olaraq təyin elədilər. Mən hər zaman öz işçilərimə deyirəm ki, işinizi sevərək görün. Çünki hər zaman sevərək görülən hər bir işin bir bəhrəsi olur. Özümə uyğun iş tapa bilmirdim və bir gün iş elanını gördüm. İş elanını görəndə həm evimə yaxın idi, yəni gördüm ki, bura mənə ən uyğun iş yeridir. Həm də bütün kollektiv, yəni tanıdığım bütün işçilər mənə yaxın gəlirdi. Mən özümü burada təsəvvür elədim ki, yəni burada mənim üçün iş daha uğurlu olunar, yaxşı olunar. Sonra sənədlərimi hazırlayıb, yəni yaxınlaşdım Aras Marketə və işə qəbul oldum. Mən burada çalışdıqdan sonra işçilərə verilən dəyəri, vəzifə artımını gördüm və mənim də arzularım yarandı. Mən bu mehriban, səmimi kollektivin bir üzvüyəm. Bu şəbəkədə fəaliyyətim 2018-ci ildə başlayıb satıcı kimi. Rəhbərlik mənim işdə əzmkarlığımı, işə qarşı olan diqqətimi nəzərə alıb, məni baş satıcı kimi təyin etdi. Bu şəbəkədə ümumi işçilərə, xüsusilə xanımlara verilən dəyər gördükdən sonra bu qərara gəldim ki, mən karyerama bu şəbəkədə davam edəcəm. Müəyyən bir müddət sonra isə mən administrator kimi təyin olundum. Hal-hazırda da bu şəbəkədə administrator kimi fəaliyyətimi davam elətdirirəm. Qadınlara tövsiyəm budur ki, qorxmayın, çəkinməyin, istədiyiniz mövqedə olmaq üçün zəhmət çəkməyə alışın. Çünki bir insan qarşısına məqsəd qoyursa və o məqsədə gedən yolda bütün əziyyətləri çəkməyə qadirdirsə, istədiyi mövqeyə nail olur. Mən buna Aras supermarket şəbəkəsində həqiqətən əmin olmuşam, görmüşəm.